Bu gün mən sizlər üçün planlaşdırma mövzusunun testlərinin ardını izah edəcəm. 30-a qədər olan sualları 30 da daxil hər birinin izahını sizlər üçün YouTube kanalımızda paylaşmışıq. Bugün isə həmin testlərin ardını sizlər üçün təqdim edirəm. Bunu da qeyd edim ki, sosial şəbəkələrimizdə testləri görmək istəyirsinizsə, digər mövzuların testlərini bu halda videomuzu bəyənin, kanalımıza abunə olun və mən zamanla digər mövzuların da testlərini öz YouTube kanalımıza, TikTok, Instagram və digər sosial şəbəkələrimizə yükləyəcəm. Deməli, gəlin 31 nömrəli suala baxaq. Burada deyilir ki, yanlış fikri müəyyən edin. Yanlış fikir hansıdır? Planlaşma müəllimin təlim nəticəsinə çatmaq üçün müəyyənləşdirdiyi yol xəritəsi təlim strategiyasıdır. Əlbəttə, doğru bir fikirdir bu. Planlaşma bir yol, üsul, xəritədir bizim üçün. B-də deyir, dərsin təlim məqsədinin düzgün müəyyənləşdirilməsi, işin yarısının görülməsi deməkdir. Bəli, bu da doğrudur. Çünki təlim nəticəsi nə qədər düzgün, aydın olarsa, işin də bir çoxunun görülməsi deməkdir bu. C-də deyir, tədris prosesi üçün seçilən metodlar müxtəlif amillərdən asılıdır. Bəli, şagird sayından, sonra matematik bazadan, daha sonra infrastrukturdan, əlimizdə olan, yəni bizim avadanlıqlarımızdan və s. Dərsin məqsədindən, mövzudan, çox şeylərdən asılıdır. D-də deyir, təlim nəticəsi şagirdin qiymətləndirilməsini təmin etmək üçün hazırlanır. Bu yanlış bir variantdır. Çünki təlim nəticəsi ona görə hazırlanır ki, şagirdlər bilsin ki, sonda nə əldə edəcək. Yəni, bu dərsin məqsədi nədir? Həm müəllim bilsin, həm şagird bilsin. Amma təlim nəticəsi şagird qiymətləndirilməsi demək deyil. Təlim nəticəsi başqa bir şeydir. Qiymətləndirmə fərqli bir anlayışdır. Öyrənmə fəaliyyəti fərqli anlayışdır və s. Yəni, biz bunları yeniləşdirə bilmərik. Deməli, D variantı yanlışdır. Qiymətləndirmə şagirdlərin nailiyyətlərinin ölçülməsidir. Təlim nəticəsi isə onların əldə etməli olduğu bilik və bacarıqlardır. Y variantı da doğru fikirdir. Deyir, təlim fəaliyyəti də təlim nəticələrinə uyğun şəkildə həyata keçirilməlidir. Bəli. 32. Sual işarəsinin yerinə nə yazılmalıdır? Dərsin məqsədi, bir dərsdən gedir söhbət. Dərsin mövzusu, dərsin məqsədinə uyğun qiymətləndirmə. Əlbəttə ki, gündəlik planlaşdırmamızdır bu bizim. Gündəlik planlaşdırmada dərsin məqsədini yazacağıq, mövzumuzu yazacağıq, məqsədə uyğun da qiymətləndirmə və öyrənmə fəaliyyətlərini yazacağıq. Deməli, mərkəzə oxşar cəhət olaraq hər üçünə ortaq gündəlik planlaşma yaza bilərik. Bəzən təlim nəticələri yazır müəllimlər, xeyr, təlim nəticələri özü burada var onsuz da. Sonra 33 nömrəli sual. Bu suallar burada asan tiplidir, amma arxasında sonda yəni bir 4-5 dənə sual var ki, biraz genişdir. İndi onlara da baxacağıq sizinlə. Gündəlik planlama zamanı formativ qiymətləndirmə əsasən nəyə xidmət edir? Ümumiyyətlə, qiymətləndirmə xidmət edir təlim nəticələrinin reallaşmasına. Mən orada dərs izahında vurğulamışam. İzahımı görən müəllimlər bilir. Hər zaman qiymətləndirmə də, öyrənmə fəaliyyətləri də təlim nəticəsindən asılıdır, birincidən asılıdır. Buna görə cavab B variantı. Biri dərsin planlaşdırılmasına aid deyil. Dərsin planlaşdırılması, yəni bugünkü dərsimizin planlaşdırılmasından gedirsə söhbət, biz orada hansı bilik və bacarıqlar olacaq bunu müəyyənləşdiririk əlbəttə ki, məqsədi. Formativ qiymətləndirmə üsullarını yazırıq, resurslarımızı yazırıq, idraki sahəyə uyğunlaşdırırıq tapşırıqlara, sadədən mürəkkəbə. Amma şagirdlərlə qurulacaq əks əlaqənin öncədən müəyyənləşdirilməsi. Əks əlaqə bilirsinizdən qarşılıqlı rəy vermədir. Məsələn, şagird nəyisə başa düşmür, müəllimdən soruşur. Biz onu əvvəlcədən necə müəyyənləşdirə bilərik ki, şagird məndən nə soruşacaq, mən ona nə cavab verəcəm. Bu, yəni proses zamanı baş verən bir şeydir. Ona görə onu biz planlaşdırmamızda yazmırıq. Aydındır? 35. Dərsin məqsədi spesifik olmalıdır deyəndə nə nəzərdə tutulur? Smartdan gedir söhbət, smart. Və smartın birinci hərfi, S hərfi. Spesifik olmalıdır deyəndə biz onu nəzərdə tuturuq ki, məqsədin dəqiq və aydın müəyyənləşdirilməsi. Məqsəd dəqiq, aydın əlçatan olmalıdır. M hərfinin mənası qiymətləndirilə bilən, ölçülə bilən olmasıdır. A, M hərfidir. A hərfinin mənası əldə oluna bilən,
çalışaraq çatsın. Bu olacaq A-nın mənası. Müəyyən vaxt müddəti T hərfidir. Time. R hərfi isə resurslardır. Əlimizdə olan real resurslar, o da yazılmayıb burada. 36. Gündəlik planlaşma nə üçün vacibdir? Gündəlik planlaşdırma əlbəttə ki, deməli, müəllimin, baxın, ən gözəl cavab elə budur. Müəllimin dərsdəki fəaliyyətini səmərəli və məqsədə uyğun təşkil etməyə şərait yaradır. Bəli, nə gözəl. Belə deyir ki, mövzunu mənimsədəcəyinə yönəlir. Yox, təbii ki, planlaşdırmada bir mövzu yazılmır. Axı, tədris vahidi illik plandadır. Yeni təlimi sonu tətbiq etmək bacarığı formalaşdırır. Planlaşma yəni onun üçün deyil. Köhnə metod olsun, yeni metod olsun, fərqi yoxdur. Müəllim planlaşdırmasını tutur. Summativ qiymətləndirmədə illikdədir, gündəlikdə deyil. Ona görə bir dənə A variantı. 37, hə, baxın 37, 38, 39, 40, 41, 42, 43 belə bu qədər olmalı deyəsən. Bunlar biraz uzun situasiya tiplidir. Gəlin oxuyaq və cavablandıraq. Maraqlı suallardır. Müəllim biologiya dərsində zərərli vərdişlər adlı mövzunu tədris edir. Siqaretin insan orqanizminə təsirlərini araşdırmaq üçün müəllim onlara elmi məqalələr verir. Prosesin nəticəsində siqareti tərk etməyin yolları ilə bağlı təkliflər hazırlamalıdır şagirdlər. Müəllim dərsin əvvəlində şagirdlərə qiymətləndirmə meyarlarını təqdim edir. Meyarlarımız nədir? Doğru mənbələrlə iş, məqsədə uyğun təklif hazırlamaq. Bunlar bizim qiymətləndirmə meyarlarımızdır. Deyir, müəllimin məqsədi haqqında aşağıda verilənlərdən doğru olanları müəyyənləşdirin. Gəlin görək, yəni bu situasiya və meyarlarla uyğunluq təşkil edən cavablar hansılardır? Məsələn, bir nömrəli sualda deyir ki, qiymətləndirmə meyarları, yəni bu iki meyardan gedir söhbət. İdraki sahənin yuxarı təfəkkür səviyyəsini formalaşdırmağa xidmət edir. Düz olacaqmı? Bəli, məqsədə uyğun təklif hazırlamaq yaradıcılıqdır. Deməli, burada yüksək təfəkkür var. Bir doğrudur. Biz də doğru olanları axtarırsa biri götürürük. 2. Müəllim şagirdlərdə şəxsi və sosial məsuliyyət dəyərini formalaşdırır. Bunu bəzən müəllimlər yanlış götürür ki, burada nə gəzir şəxsi və sosial məsuliyyət. Amma yuxarı qalxsaq görərik ki, burada nə deyir? Bir zərərli vərdişlər adlı mövzunu tədris edir. Bəs zərərli vərdişlərdən yayınmaq bir şəxsiyyət olaraq, yəni vətəndaş olaraq, şagird olaraq bizim məsuliyyətimiz deyilmi? Zərərli vərdiş həm bizim şəxsi olaraq məsuliyyətimizdir ki, ondan uzaq duraq, həm də mühit, sosial cəmiyyət olaraq bizim vəzifəmizdir ki, başqalarına da bu xəstəliyi keçirməyək, yəni zərərli vərdişlərdən. Ona görə də zərərli vərdişlərdən, siqaretdən danışırıqsa, bu bizim şəxsi və sosial məsuliyyətimizdir ki, uzaq duraq. 2 də doğru olacaq deməli. 3. Müəllim şagirdlərə uyğun informasiya müəyyənləşdirmək bacarığını, bəli, informasiya, orada doğru mənbələrlə iş adlanan bir meyar var idi. Deməli, cavabımız 1, 2 və 3 olacaq elə D variantı. 4 və 5 niyə yanlışdır? Deyir, müəllimin müəyyən etdiyi meyarlar yoldaş qiymətləndirilməsinə şərait yaradır. Axı, orada yoldaş qiymətləndirilməsi yox idi. Bu halda 4 yanlışdır. Müəllim tədris prosesində diferensial yanaşmadan istifadə edir. Fərdi yanaşmadır diferensial. Amma axı orada xüsusi hər şagirdin özünə uyğun nəsə tapşırıq vermək və yaxud da ki, iş görmək yox idi. Sadəcə müəllim ümumi bir müzakirə təşkil etmiş ki, siqaretin insanlara zərəri. Aydındır. Ona görə orada diferensial yanaşma da yoxdur. Cavab 1, 2, 3. Növbəti sual 38. Bir şagirdlərə Hacı Qaranı qayğıkeş ailə başçısı hesab etmək olarmı mövzusunda fikirlərini yazmaq tapşırılır. Şagirdlər əvvəlcə mətni oxumalı, daha sonra isə həmin mətnə əsasən Hacı Qara obrazını təhlil etməli və fikirlərini əsaslandırılmış şəkildə yazılarında qeyd etməlidirlər. Müəllimin verdiyi meyarlar nəticə çıxarmaq, təhlil etmək, əsaslandırmaq. Belə uyğunlaşdırsaq, anlamaq var burada, məsələn, anlamaq, idrak taksonomiyasında. Konseptual bilik var, sonra təhlil etmə mərhələsi var ilə burada, dəyərləndirmə mərhələsi var, aydındır, tənqidi təfəkkür var, meyarlardan onları görürük. İndi bizə deyir ki, müəllimin məqsədi haqqında aşağıda verilənlərdən doğru olanları müəyyənləşdirin. Yəni, hansılar doğrudur həmin o məqsədlə uyğunlaşa biləndir.
Deyir, baxın, doğrunun üzərinə işarələyək, bilək ki, doğruları seçək. Müəllim şagirdlərə bu tip tapşırıq verməklə onların tənqidi təfəkkürünü, bayaq dediyimi əsaslandırırdı burada, baxın. Əsaslandırmaq tənqidi təfəkkürüdür. Deməli, bir doğrudur, götürəcəyik. 2 də deyir, müəllim şagirdlərdə şəxsi və sosial məsuliyyət səriştəsini Hacı Qaradan danışır. Və heç bir şəxsi sosial məsuliyyətə rast gəlmirik burada. Deməli ki, yanlışdır. 3. Müəllim misal üçün orada savadlığı inkişaf elətdirə bilər, oxuyub anlama və s. fikir izah eləmə, təhlil eləmə. Müəllim şagirdlərə meyarları əvvəlcədən təqdim etməklə şagirdlərin icra etdiyi tapşırıqla bağlı müstəqil düşüncələrini çərçivəyə salmış olur. Meyar vermək pis bir şeydirmiş ki, şagirdə. Yox, o əslində necə qiymətləndiriləcəyini bilir, daha yaxşı fəaliyyət göstərir. Deməli, əslində meyar vermək yaxşı bir şeymiş. Burada pis bir şey kimi qələmə verir, bunu silirik təbii ki. Cavabımızın biri də 4 olacaq. Meyarlar daha çox şagirdlərdə konseptual biliyi formalaşdırır. Bayaq orada dedim ki, anlamaq var, konseptual bilik var, çünki nəticə çıxarmaq var idi. Ona görə 4 də doğrudur. Cavab 1 və 4. Əslində belə suallar çox asandır müəllimlər. Həqiqətən çox asandır. Sadəcə biraz diqqətli olmağımız lazımdır. Oxuyub anlama bacarığı tələb edir sadəcə, başqa heç nə. Bu sualımızı gəlin birinci şərtini təhlil edək. Sonra isə cavab axtaraq. Müəllim ingilis dili dərsində bir neçə akademik saat ərzində şagirdlərə idman mövzusu vasitəsilə, baxın, ingilis dili və idman mövzusu. Burada inteqrasiya varmı? Hansı inteqrasiyadır? Fənlər arası. Deməli, fənlər arası inteqrasiya var burada. Fənlər arası. Sonra deyir ki, şagirdləri müəllim düşün, cütləş, bölüş üsulundan istifadə edərək dərs keçir. Bu üsulu biz sizinlə keçəcəyik. Hələ keçməmişik. Bu sualı səhv eləmişsinizsə, heç nə olmaz. Çünki hələ keçməmişik bu mövzunu sizinlə. Ola bilər, onu bilmirsiniz hələ. Düşün, cütləş, bölüş belə bir üsuldur ki, müəllim tapşırığı verir. Şagirdlər birinci tək başına aydınlaşdırırlar, düşünürlər özləri həmin problem üzərində. Sonra şagirdləri cütlərə bölür, ikisi birlikdə. Sonra qruplar yaradır, hamısı birlikdə işləyirlər. Nəticədə nə baş verir? Həm tək işləməyi sevən uşaqlar, həm də birlikdə işləməyi sevən uşaqlar üçün uğurlu olur. Bunlara da biz şəxsiyyət tipi deyirik, müxtəlif şəxsiyyət tipləri. Tək işləməyi sevən şəxsiyyət tipi, introvert məsələn, cüt işləməyi sevən, ekstravert və s. Bu şəxsiyyət tiplərinin hər ikisini müəllim nəzərə aldı. Deməli, bu üsul bizə şəxsiyyət tiplərinin nəzərə aldığını göstərir. Baxın, diqqətli olun, fənlər arası şəxsiyyət tipləri. Cavablarda onlara uyğun seçəcəyik. Və deyir ki, müəllim şagirdlərdə zamanın xüsusiyyətini müəyyənləşdirmək bacarığını formalaşdırır. Zaman xüsusiyyətləri. Bizim sualımızın cavabı məlumdur artıq. Orada baxan kimi görəcəyik. Fənlər arası inteqrasiyamız var. Düzgün istəsə bizdən, deməli, var orada şəxsiyyət tipləri və zamanın xüsusiyyətini müəyyənləşdirmək. Düzdürmü? Həmçinin tənqidi təfəkkür, dəyərləndirmə və s. də var. İndi doğru olanları istəsə bunları seçəcəyik. Doğru olmayanları istəsə, yəni yanlış istəsə bunları harda görsə siləcəyik. Gəlin baxaq indi sualımıza. Bir müəllimin məqsədi ilə bağlı yanlışı seçin. Hə. İndi artıq biz bayaqçıları siləcəyik. Fənlər arası inteqrasiya 2 silindi. Şəxsiyyət tipləri 3 silindi. Müxtəlif hadisələrə zaman baxışı 4 silindi. Deməli, məsələ nədir? Deməli, məsələ odur ki, biz əgər mövzuları yaxşı bilsək, bəzən müəllimlər deyir ki, situasiya sualları düşür, heç mövzu oxumağa ehtiyac yoxdur. Xeyr, bu mövzunu bilməsən, sən iş üsullarını bilməsən, şəxsiyyət tipi nədir bilməsən, sən nəzəriyyələr var, psixoloji, şəxsiyyət tipləri də onlarla bağlıdır. Bunları sən bilməsən, əlbəttə ki, suala doğru yanaşa bilməyəcəksən. Bu halda deməli, mövzuları öyrənməyin önəmlidir. Mövzuları bilirəm deyə, neynirəm? Avtomatik cavabımı çıxartdım. Heç digərləri bilmirəm nədir? 1, 5, 6. Cavabım B variantı. Düzdür, qısa yolla getdim. Yəni, situasiyanı oxuyub anladıqdan sonra cavab seçmək çox da çətin deyil. Bu halda qiymətləndirmə meyarları, şairləri icraçılarını təhlil etmək. Bayaq dedim, təhlil yox, dəyərləndirməyi inkişaf etdirəcək. Ona görə bir yanlışdır. Müəllim şagirdlərə problem həll etmə bacarığını formalaşdırır. Çox dil bilmək hardasa ola bilər, ingilis dilindən danışırdı. Amma
bu sizi aldatmasın. Problem həll etmək yox idi orada. Heç bir problem həll olunmurdu. Deməli 5 yanlışdır. Mədəni məlumatlıq, metakognitiv biliyə aid heç nə yox idi situasiyada. Deməli 1, 5, 6 B variantı bu qədər sadə. Sonra müəllimlər 40 nömrəli sual. İndi deyəcəksiniz ki, ay müəllim, sadə deyirsiniz, amma sadə deyil. Baxın, bu zaman tələb edən bir şeydir. Vallahi həqiqətən, yəni necə öz ixtisasınızda, məsələn deyirəm, ixtisasınızı yaxşı bilirsinizsə, ən çətin tapşırığı belə qısa zamanda həll edə bilirsiniz. Hamısı vərdişlə asılı bir şeydir də, yəni. Çox işlədikcə, çox çalışdıqca vərdişə çevrilir. Həyatda hər şey belədir. Bütün fənlər, bütün proqramlar, öyrəndiyimiz hər şey belədir. Aydındır. Ona görə də heç nə, çoxlu testlər işləyib üzərində müzakirə eləmək lazımdır ki, möhkəmlənsin. Bunun başqa bir açar yolu yoxdur, yəni. Başqa bir açar yolu olsa, valla biz də sizə deyərdik ki, bunu eləyin, heç oxumayın. Müəllim şagirdlərə təbiəti qorumaq nə üçün vacibdir mövzusunda mühakimə xarakterli esse yazmaq. Ümumiyyətlə, mühakimə xarakterli deyil, sonra da dəyərləndirmə olur. Bəli. Müəllimin meyarları, münasibət bildirməyə əsaslandırmaq, bayaq dediyimiz kimi dəyərləndirmə. Deyir, məqsəd haqqında doğru olanları seçin. Yəni, burada olanlara uyğun cavab tapacağıq. Müəllim şagirdlərin mövzu ilə bağlı nümunələr gətirmələrini. Görün, heç nümunə gətirməklə bağlı nəsə yazılıb burada. Ya situasiyada, ya da meyarlarda yazılmayıb ki. Deməli, bu yanlışdır da. Bunu bizə səhv veriblər. Silirik. Yoxdur orada. Müəllim şagirdlər öz fikirlərini dəlillərlə dəstəkləmək. Baxın, öz fikirlərini dəlillərlə dəstəkləmək. Mühakimə xarakterlidir, münasibət bildir, əsaslandır. Sən əgər münasibət bildirib əsaslandırırsansa, dəlillərlə dəstəkləməlisən. Deməli ki, düzdür. 3. Müəllimin məqsədi şagirddə yaradıcı təfəkkür. Tənqidi. Baxın, bunların ikisi də tənqidi təfəkkürü inkişaf etdirəcək. Tənqidi, yaradıcı deyil, səhvdir. Cavabımız da 1, 4 qaldı da. Bildik ki, cavabımız nədir? 2 ilə 4. Müəllim şagirdlərdə informasiyanı araşdırmaq və ümumiləşdirmək. Mühakimə yürüdürsə, gərək ümumiləşdirsin, konseptual bilik. Dəyərləndirməyə konseptual bir-birinə əlaqəlidir. Cavabımız olur 2 və 4. Sonuncu suallarımıza da baxaq. 3 dənə sualımız qalmalıdır. Müəllim şagirdlərə Azərbaycanda neft sənayesinin inkişafı ilə bağlı araşdırma aparmaq üçün müxtəlif mənbələr təqdim edir. Azərbaycanda neft sənayesindən gedir söhbət, ölkəmizdən. Şagirdlərə qruplar şəklində 20 və 21-ci əsr. Aha. 20 və 21-ci əsr ola bilərmi ki, tarixdə müxtəlif daha doğrusu müxtəlif siniflərdə verilsin. Məsələn 10 və 11-ci sinifdə. Buna biz inteqrasiyanın növü olaraq deyə bilərikmi ki, fən daxili şaquli inteqrasiya? Məncə deyə bilərik şaquli. Sonra deyir ki, Azərbaycan neft sənayesinin inkişafını qarşılaşdırmaq və fərqli xüsusiyyətləri müəyyənləşdirməyi, eyni zamanda mənbədən sübutlar gətirməyi tapşırır. Şagirdlər həmçinin tapşırıqla bağlı təqdimat hazırlamalıdırlar. Müəllim qiymətləndirmə meyarlarını elan edir. Əsaslı arqumentin müəyyənləşdirilməsi, müqayisə etmək və təqdim etmək bacarıqları. Baxın, savadlılıq yazıb burada. Bizdən doğruları istəyir. Savadlılıq yazıb, görürsünüz. Müqayisə eləmək falan hamısı savadlılıqdır elə. 5-i götürə bilərik. Fəndaxili şaquli inteqrasiya. Bayaq nə dedim sizə? Şaquli inteqrasiya var. Yəni, təhlil etdiklərimizə uyğun olaraq bu çox gözəl üsuldur. Necə? Nəyi dəqiq bilirəmsə onu götürürəm cavab olaraq. Mən dəqiq bilirəm ki, burada savadlılıq var. Mən dəqiq bilirəm ki, fəndaxili şaquli var. Bildiklərimi götürüm, digərlərində çıxdaş eləyim yavaş-yavaş. Nəsə çıxaracam da ortaya yəni. Məsələn 4. Müəllim milli kurikulumun şəxsiyyət yönümlü prinsipinə əməl edir. Şəxsiyyət yönümlü deyil məncə. Orada xüsusi bir şəxsiyyət yönümləsə edirdim ki, müəllim sinifdə dəstəkləyici mühit yaratmaqla deyir, şagirdlərin qrup işinə cəlb olunmasını təmin edir. Bu halda deməli biz gəlin, neyniyək? 4'ü silək. Bəli, 4'ü silək. Çünki 4'ü siləndə avtomatik olaraq cavabımız məlumdur yəni. Düzdür, 4'ü sildik. Biz burada götürdük 5'i, 2'ni, 4'ü sildik. 3'ə baxaq. Müəllim sinifdə dəstəkləyici mühit yaratmaqla şagirdlərin qrup işinə cəlb olunmasını təmin edir.
Bu da yanlışdır. Çünki orada müəllim xüsusi bir şagirdlərə necə deyim, mühit yaratmaq, nəsə psixoloji dəstək olmaq, texniki baza dəstəyi falan heç nə yox idi. Ona görə bunu da silirik. Cavabımız qalır 1, 2, 5 A bəndi. Təhlil etmək varmı? Müqayisə edir. Təhlil də eləyə bilər orada. Ona görə 1, 2, 5 təhlil var. 1, 2, 5 götürəcəyik cavabımızı. 42. Müəllim şagirdlərə dövlətin sosial-iqtisadi siyasət inkişaf perspektivlərini şərh etmək. Baxın, dövlətin sosial-iqtisadi siyasətinin inkişaf perspektivi təhlil edilməlidir. Təhlil var burada. Niyə? Çünki axı dövlətin ümumi yanaşmaları var. Bunlardan biri də sosial-iqtisadi məsələdir. Və bunun inkişaf perspektivini üzə çıxaracaq, önə çıxaracaq. Burada təhlil etmə mərhələsi var. Və şərh etməni müəllim orada verir qiymətləndirmə meyarı kimi. Bu da konseptual bilikdir. Konseptual və anlamaq. Təhlil etmək və konseptual bilik var burada. Düzdür? Deyir, yanlış olanları seçin. Avtomatik təhlil 1 çıxdıq. Konseptual 5 çıxdıq. Cavabımız məlumdur. Yəni, orada olanları tapan kimi cavablara baxanda variantdan cavabı çıxmaq olur. Çünki təhlil etmək var idi, konseptual bilik var idi. Olmayan nədir? 2, 3, 5. 2, 3, 4 üzr istəyirəm. Müəllimin şagirdlərdə sahibkarlıq kompetensiyası. Orada sahibkarlıqdan yox, dövlətimizdən danışır. Baxın, dövlətimizdən. Deməli, burada fəal vətəndaş ola bilər. Sahibkarlıq yox, bunu sildik. Daha doğrusu götürdük də, yəni sildik deyərkən. Bunu götürdük, yanlışları istəyir bizdən. Mədəni məlumatlıqla bağlı heç nə yoxdur. Başqa xalqlara hörmətlə yanaşmaq, 3-ü götürdük. Tarixi tədqiqat proseduru da yoxdur burada. Heç bir prosedurdan danışmır. Şərh etmədir. Konseptualdır, axı orada prosedural olmayacaq artıq. Cavab ona görə 2, 3, 4. Yəni B variantı oldu. Ən son olaraq sonuncu sualımızı da gəlin oxuyaq. Bu da əslində maraqlı bir sualdır, asan bir sualdır. Deyəcəmsə görəcəksiniz ki, həqiqətən çox asandır. Bir müəllim şagirdlərə ərazi üzrə obyektlərin istiqamətlərini üfüqün cəhətlərinə əsasən müəyyənləşdirməyi tapşırır. Belə bir test var idi elə bu kitabda. Baxın, bu hissə verilmişdi və deyildi, idrak taksonomiyasını seçin. Deyirdi, şagird üfüqün cəhətlərini müəyyənləşdirir. Nə götürmüşdük orada? Tətbiq etmək götürmüşdük. İşin icra olunması tətbiq etmək. Deməli, burada tətbiq var. Belə ki, şagirdlər öncə üfüqün cəhətləri və azimut anlayışlarını aydınlaşdırmalı, üfüqün cəhətlərini müəyyən etməyin müxtəlif üsullarını öyrənməlidir. Daha sonra müəllim şagirdlərə məktəbin həyətində rast gəldikləri hər hansı bir obyektə görə cəhəti təyin etmələrini tapşırır. Yəni, şagirdlər öyrəndiklərinə əsasən işi icra edirlər. Burada tətbiq etmək var. Meyarlar nədir? Anlayışı müəyyənləşdir və cəhətləri təyin et. Meyarlar budur. Deyir, müəllimin məqsədi haqqında aşağıda verilənlərdən doğru olanları müəyyənləşdirin. Aha, baxaq görək hansı doğrudur indi. Bu tapşırıq deyir, tətbiq etməyə aiddir. Düzdürmü? Doğruları istəyir. Biri götürək, tətbiq var. Müəllim fənnin üstü inteqrasiyadan istifadə edir. Düzdürmü müəllimlər? Axı orada şagird gedib həyatda tətbiq edir. Fənnin üstü inteqrasiya var. Bir də 5-i götürəcəyik. Müəllim şagirdlərin öyrəndiklərini həyatla əlaqələndirməyə şərait yaradır. Bəli, 1, 2, 5 cavabımız D bəndi olacaq. 3-4 niyə səhvdir? Deyir, müəllimin məqsədi üfüqün cəhətlərini təyin edərkən yeni yolların tapılmasıdır. Burada yeni yol demir, axı, yaradıcılıq yoxdur, tətbiq var. Deyir, sadəcə iş icra eləyin. Yaradın demədi, yanlışdır. 4. Müəllim şagirdlərdə sosial kompetensiyanı. Axı, orada sadəcə işin icrası var. Heç bir gedib əməkdaşlıq, ünsiyyət qurmaq falan yoxdur. Bu halda 4 də yanlışdır. Cavabımız oldu 1, 2, 5. Belə dəyərli müəllimlər, bugünlük də bu qədər. Videolarımızı bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Digər bütün mövzuların izahları sizlər üçün ardıcıl gələcək. Hər birinizə uğurlar arzu edirəm.